Salam. Bu dəfə məncə 20 gün olmadı, daha qısa bir müddət oldu və darıxmışdım sizin üçün. İstədim yenidən YouTube videosu çəkim. Desəm ki, bu dəfə də xüsusi bir, spesifik bir mövzum var, yalan olar. Bu dəfə əslində çox maraqlı bir fəlsəfi mövzum var. Ə, və sizə sualla başlayacağam. Ən böyük cəsarətli addımınız nə olub? Bunu yazarsınız kommentlərə, bir yerdə müzakirə edərik. Mənə maraqlıdır. Amma ümumilikdə cəsarət nədir? Cəsarət biraz dəyişən bir şeydir insana görə, həyatlara görə, yaşadığı situasiyalara görə. Hmm, Kimisi üçün istəmədiyi bir insanla evlənmək cəsarətdir, məcbur buraxıldığı üçün. Kimsə üçün xoşbəxt olmadığı ailəsini dağıtmaq, boşanmaq cəsarətdir. Kimsə üçün başqa bir yerə getmək cəsarətdir. Kimsə üçün özünü yenidən yaratmaq cəsarətdir. Və kimsə üçün çox bərbad keçirdiyi günün sabahında makiyajını eləyib gülə-gülə işə getmək cəsarətdir. Bu biraz həyatlara və yaşanan situasiyalara görə dəyişən bir davranışdır. Mən deyərdim ki, bəzi situasiyalar olur ki, biz həmin situasiyalarda həyatımızda alt-üst eləyirik. Həyatımızın alt-üstündən daha mı yaxşı olur, daha mı pis olur bilmirəm. Amma bildiyim odur ki, biz bir daha əvvəlki biz olmuruq. Artıq qarşımızda yeni bir biz olur və mən həmişə deyirəm, bəzi situasiyalar var ki, orada biz yenidən doğuluruq və özümüzü yenidən böyüdürük. Uzun və keşməkeşli bir prosesdir. Özümüzü yenidən yaratmaq, özümüzü yenidən böyütmək çox ağırlı bir prosesdir. Bir növ doğum sancısı kimi deyə bilərik buna. Bu hallarda isə fərqli hisslər keçirdə bilirik. Mən tez-tez yaşayıram, bilmirəm sən yaşamısan ya yox. Boğazımızın bu hissəsinə qədər dolur bütün sözlərimiz, bütün demək istədiklərimiz. Amma heç nə deyə bilmirik. Heç bir şey danışa bilmirik. Sadəcə belə dayanırsan və baxırsan. Az öncə də dediyim kimi, sən heç vaxt əvvəlki sən olmursan bir də. Yadımdadır, birinci kurs tələbəsi idim. Dərslərimiz yeni başlamışdı və müəllimlərdən biri, səhv eləmirəmsə, ikinci gün ya da üçüncü gün idi universitetin. Müəllimlərimizdən biri psixologiya sizin üçün nədir deyə bir sual vermişdi və həmin otağımızın pəncərəsində bir binaya baxırdı. Cavabım tam olaraq tam-tamına belə idi cavabım. O binadakı həyatlar. Çünki bir binanı qapalı qutu kimi düşünün və o qutuda müxtəlif həyatlar var, müxtəlif insanlar var və siz heç birinin hekayəsini bilmirsiniz. Ta ki qapınızı döyüb içəri girənə qədər. Söhbət seans qapısından gedir. Və orada artıq bütün hekayəni bilmiş olursunuz təbii ki zamanla. Və bu situasiyanın ən maraqlı hissəsində odur ki, bir qutunun içində yaşayırsınız. Yəni eyni binada yaşayırsınız. Və sən burada acı çəkərkən digər evdə bir insan gülür. Nə qəribədir. Ya da düşünün bir kafedə oturmuşsunuz. Həmin gün işdən çox yorğun çıxmısınız və başqa da problemləriniz var. Oturub sadə bir americano içməyə çalışırsınız, amma digər masada insanlar çox xoşbəxtdirlər, çox istədikləri kimidirlər. Və həyat bu sahədə məncə çox disbalanslıdır. Burada bir balans yoxdur. Gəldik az öncə qeyd elədiyim həyatın alt-üstündən məsələsi. Bəzən həyatımızın üstü altından daha maraqlı ya da altı üstündən daha faciəvi ola bilir. Bu mümkündür. Amma bəzən də ortalığı biz qarışdırırıq. Bəzən də biz dansı olmadan qarışır. İndiyə qədər müxtəlif hekayələr dinlədim. Çox fərqli-fərqli hekayələr dinlədim. Çox fərqli-fərqli ailələrin hekayələrinə daxil olmaq şansım oldu. Hər biri də öz dəsti xətti ilə yazılır. Və ümumi nəticə çıxardıb paylaşa bilərəm ki, sizinlə hər kəsin öz cəsarəti, öz yaşadığı qədər olur və hər kəsin həyatının bilirsiniz, əslində az öncə qeyd elədiyim doğulmaq məsələsi sən həyatının məsuliyyətini aldığın anda başlayır. Sən o məsuliyyətin dərinliyini və vacibliyini anlayırsan və çiyinlərini alırsan. O zaman sənin bütün hekayən başlayır və hekayəni sən yazırsan.
Bəzi situasiyalar olur ki, orada həyatımızı yazmaq üçün, hətta mən deyərdim bir çox situasiyalar olur ki, orada həyatımızı yazmaq üçün qələm bizim əlimizə verilir. Bəlkə 5 dəqiqəlik, bəlkə bir günlük, bəlkə bir aylıq. Amma həmin o qələm verilən anda kulminasiya nöqtələri olur və o anda biz öz həyatımızın tarixini, gedişatını dəyişdirə bilirik. Sadəcə o anlarda, spesifik anlarda. Bilmirəm indi nə yaşayırsan, bilmirəm hansısa bir situasiyanın içindəsənmi və bu videonun sənin qarşına çıxmağı təsadüf deyil, əsla təsadüf deyil. Amma yaşadığın şeylərin dəyişməyinin sadəcə sənin əlində olduğunu bilirəm. Əvvəlki videolarımın birində qeyd eləmişdim ki, bəzən həyatımızı dəyişmək, bəzən qərar vermək üçün bizə resurslar lazım olur, zaman lazım olur. Özümüzü analiz eləmək lazım olur. Bilmirəm yolun hansı hissəsindəsən, amma işə özündən başla. Özünü analiz eləməklə başla, özünə zaman verməklə başla. O qələmi özün üçün, həyatını dəyişdirmək üçün əlinə almaqdan başla. Belə, məncə qısa oldu bu video, bilmirəm nə qədər danışdım. Amma tək bildiyim odur ki, düşüncələrimi sizlə bölüşə bildim. Növbəti videolarda görüşərik.